Uşaqlar salam. Bugünkü videomuzda sizə 2025-ci ildə keçirilmiş ikinci şans 4-cü qrup üzrə qəbul imtahanının situasiyasını izah edəcəm. Keçək sualımızın izahına. Baxın, əvvəlcə situasiyamızın şərtini başa düşək. Görürsünüz ki, burada N mol CO, N2, CO2 verib. Yəni 3 dənə qaz qarışığı verib və N moldur. Hərəsi neçədir onu bilmirəm. Və üzərinə N molda oksigen gəlib. Sonra oksigen, azot, CO2 əmələ gəlib. Və qaz qarışığı 2N-0.5 olub. Yəni fikir verirsinizmi? Baxın, başda qaz qarışığı N-dir. N molda oksigen gəlir. Onda qaz qarışığı nə olur? 2N. Yəni başlanğıçda da, yəni N-lə 2N-i toplasan, başlanğıçda qarışıq 2N olar. Amma reaksiyadan sonra qarışıq 2N-0.5-ə düşür. Bu o deməkdir ki, nə qayırıb? Nə qayırıb burada? Azalma baş verir. Nə qədər azalma baş verib? 0.5. Yəni buna diqqətli olaq ha. Yaxşı bu gözümüzdən qaçmasın. Sonra yazıb ki, yuxarıda göstərilən sxemə əsasən orta molyar kütləsi 36 qram böl mol olan qaz qarışığının oksigenlə yanma reaksiyasının sonunda, yəni T1 anı, alınan yeni qaz qarışığı içərisində artıq miqdar əhəng suyu olan qabdan buraxırlar. Baxın, o sonda alan qarışıq oksigendir, azotdur, CO2-dir. Əhəng suyundan keçirəndə məlum məsələdir ki, əhəng suyu kalsium OH2-dir. Kalsium OH2 məsələn orada CO2 ilə girəcək, oksigenlə azota toxunmayacaq. Yazıb ki, qarışıqdakı qazlardan biri əhəng suyu ilə reaksiya tam daxil olur və çöküntü yaradır. Bu da T2 anında. Prosesin sonunda reaksiya daxil olmayan N üstə gəl 2.5 mol qaz qarışığı qabdan çıxır. Yaxşı. Onda gəlin belə eləyək. Əvvəlcə bizə yuxarıda verib ki, qulaq asın ha, diqqətlə. Yazıb ki, CO, N2, bir də ki, CO2. Bunların orta molyar kütləsi 36 verilib. Bilirsiniz ki, bu özü 28-dir, bu da 28-dir, kütləsi də MR, bu da 44-dür. Onsuz da uşaqlar, bunların M ortası 28 eləyirdi yenə, düzdür? Çünki bunun MR 28-dirsə, onda bunların elə M ortası 28 çıxır oradan. Onda bunlara bir qaz qarışığı kimi baxaq, CO2-yə də ayrıca baxacam. Deməli, bunların onsuz da özü 28 çıxır, bu da 44-dür, düzdür? Buradan mənə verib ki, bunların M ortası nəyə bərabərdir? 36-ya. Onda görək, bunların M ortasının 36 alınması üçün bunlar neçəyə götürülübdür? Deməli, 8 eləyir. Bu da nə deməkdir? 1-in 1-ə. Düzdürmü? 1-in 1-ə götürülür. Bəs yaxşı, bu qaz qarışığına opşu bizə nə qədər vermişdi? N mol. Fikir verin, ha, 3-ünü bir yerdə N mol veribdi. Mən də aldım ki, bunlar 1-in 1-ədir. İndi bu qaz qarışığını 1 götürmüşdük də, çünki onların M ortası onsuz 28 eləyir. Deməli, bunların hamısı bir yerdə N moldursa, onda bunlara nə qədər düşür? 0.5 N. Deməli, onda 0.5 N buraya düşür. Düzdürmü? 0.5 N də buna düşür. Həqiqətən də fikir verin. Hamısı bir yerdə N mol verilib. Düzdürmü? Hərəsinə nə qədər düşdüyünü bax bu nisbətdən aldım ki, 1-in 1-ədir. Deməli, 0.5 N budur, 0.5 N də budur. Lap yaxşı. Aha, indi bizə deyir ki, qaz qarışığının oksigenlə yanma reaksiyasının sonunda. Gəlin indi, qulaq asın, diqqətlə ha. Bu qaz qarışığını oksigende yandıranda, əlbəttə ki, CO2 yanmır, yanğını söndürür. Azot oksigenlə bu ildırım çaxında gedən tənlikdir, biz aparmırıq. Deməli, burada yanan nədir? CO-dur. CO oksigenlə yanacaq, bizə nə verəcək? CO2 verəcək, düzdürmü? CO2. Və reaksiyanı yazdım, əmsallaşdırdım. Baxın, mən görürəm ki, o mən orada nə yazıb? Mən sizə başdan bunu bildirdim. Dedim ki, bu qaz qarışığı N-dir, üzərinə M molda oksigen gələndə qaz qarışığı olur 2N. Amma reaksiyanın sonunda 2N çıx 0.5 yazıbdır qaz qarışığına. Burada nə baş verib? Azalma. Nə qədər azalma var? 0.5 azalma var. İndi gəlin, biz özümüz burada nə görürük? Görürük ki, burada 3 mol qaz girib, 2 mol qaz alınıb, düzdürmü? Burada nə qədər azalma var? 1 azalma var. Bəs bizdə orada verilən sxemdə nə qədər azalma var? 0.5. Bunu hardan görürəm? Baxın, N mol başdakı qazdır, N mol oksigen gəlir, bu olur nə? 2N. Sonraki qaz qarışığı nə qədərdir? 2N çıx 0.5. Nə qədər azalma oldu? 0.5 azalma. İndi bir-bir tapacam hamısını. Baxın, 0.5 azalma olanda nə qədər CO2 alınıb? X. Bəs bundan buna düşəndə bizdə nə qədər azalma var? Bizdə bir azalma olanda CO2 nə qədər alınıb? 2. Onda bu X neçə eləyir buradan? X eləyir 1 eləyir də, düzdürmü?
Bu CO2'dir. Sonra deməli 1 azalma olanda oksigen 1 giribsə 0,5 azalmada oksigen nə qədər olacaq? 0,5 girib. CO-ya baxaq. 1 azalmada buradan görsənir də, düzdürmü? CO nə qədər girib? 2. Bəs 1 azalmada 2-dirsə 0,5 azalmada nə qədərdir? Bu neçə eləyir? 1 eləyir, düzdürmü? Aha, fikir verin. Bunları almışam. İndi bizdə nəyə baxacağıq? Baxın, bunları yazdım. Yəni fikir verin. Buradan tapdım ki 1 mol CO girir. Tapdım da CO budur. CO girib. 0,5 mol oksigen girib. 0, bəs o birisi nə qədərdir? 1 molda CO2 alınıb. Aha. Deməli, indi bizdən nə deyir? Bax, yanma reaksiyasının sonunda alınan yeni qaz qarışığı. Tamam. Gəlin görək, əvvəldə qazlar nə qədər idi? Sonra qazlar nə qədər olubdu? İndi buna nəzər yetirək. Əvvəl qaz qarışığımız nələr idi? CO idi, düzdürmü? N2 idi, düzmü deyirəm? Bir də nədir? CO2-dir. Əla. İlkin qarışıqda tapdım ki 1 mol CO var imiş. Yəni CO-nu da tapdım da 1 mol imiş. Aha. Bəs azot nə qədər imiş? Baxın, biz yuxarı bir dənə baxın. CO-la azotu nə qədər tapmışdıq? İkisini bir yerdə. 0,5N. Bunun biri CO-dursa, onda buradan çıxır ki 0,5N minus 1 də N2-dir. Bəs CO2 nə qədərdir? CO2 də başda 0,5N-dir. Baxın. Tam belə deyək də, həm də ki uşaqlar bir dənə fikir verin. Bunlar bir dənə cəmləyin. Bir dənə cəmləyin onları. Nə qədər eləyir? Cəmləyəndə. N eləyir elə. Həqiqətən də görün orada şəkildə CO, N2, CO2 nə qədər verib? N verib, görsən. Deməli, mən bu N-i parçaladım da sanki. Bu N-in əslində real olaraq sizə içərisində 1 mol CO, 0,5N çıx 1 N2, 0,5N qədər də CO2 olduğunu bildirdim. Cəmi həqiqətən də N eləyir. Və bunu hardan aldım? Buradan mən azalmaya görə CO-nu 1 tapanda, bu ikisi bir yerdə 0,5N idi axı. Birini çıxanda 0,5N çıx 1 azotdur. CO2 də 0,5N-dir. Bunu tapdım. Bunlar hamısı məlum məsələ. 0,5N-də başlansa bu idi. Bəs sonraki qarışıq nə olur? Sonraki qaz qarışığının axırı nə olur? Sonraki qaz qarışığında bir dənə uşaqlar ora bir baxın. Sonraki qaz qarışığını özü verib. Bax, bu ilkin qaz qarışığıdır. Başda verib CO, N2, CO2. Bəs sonraki qaz qarışığında nələr var? Oksigen var. Diqqətli olaq. Nə var? Oksigen var. Sonra belə deyək də, qoy hərəsini özünə yazım. Hə, oksigen var. Sonra nə var? N2 var. Bir dənə var, CO2 var. CO-ya nə oldu bəs? CO yoxdur axı da. Niyə? Çünki CO buna bax, yandı. Bu reaksiyada CO yandı. CO deyə bir qaz yoxdur artıq. Yaxşı, onda bunlar nə qədərdir? Biz bunlara fikir verək. Oksigen nə qədər olar? Əlbəttə ki, qulaq asın, ha. Buraya bir baxın, bu ikisi bir yerdə nə qədər idi? 0,5N. Onun biri CO-dursa, deməli oksigenə nə qədər düşür? 0,5N çıx. 0,5N çıx. Yox, ikisi bir yerdə. Yox, bir dəqiqə, yox, ikisi bir yerdə CO-la N2-dir. Bizə dəqiqə. Uşaqlar, oksigen nə qədər verilib? Hə, oksigeni şərtin özündə verib də, burada oxun üstünə baxın, bir dənə yuxarıya. Bax, burada oxun üstündə oksigen nə qədər verib? N mol verməyib, əla, N mol. Mən burada oksigen nə qədərini xərcləmişəm? 0,5-ini. Onda əlimdə nə qədər oksigen qalıb? N çıx 0,5 oksigenimdir. Sonra nəyim var? Azotum nə qədərdir bəs? Azotumuzda onsuz da heç nə olmayıb. Azot, yəni heç nə olmadığı üçün, heç bir dəyişikliyi olmadığı üçün 0,5N çıx 1 azotdur. Bəs CO2 nə qədərdir? Hə, CO2 isə əvvəl 0,5N olduğu halda, sonra da bu deyil, burada 1 mol yarandı. Görürsünüz, 1 molda yarandı. Bir də bu. Bu da belə. İndi uşaqlar, biz buradan nə edəcəyik? Biz buradan, mənə bax, şərtdə nə deyir bir dənə? Prosesin sonunda reaksiya daxil olmayan qaz qarışığı N üstəgəl 2,5-dir. Uşaqlar, prosesin sonunda artıq bizim ovucumuzda, belə deyək, qalan qaz qarışığı budur. Başa düşdünüzmü? Yəni, prosesin sonunda olan qaz qarışığımız N 0,5N 0,5N. Ya burada bir dənə cümlə var idi, bizə dəqiqə, yox. Orada yazıb ki, bir dənə diqqətlə qulaq asın. Yazıb, bu heç yanma alınan. Aha, deyir alınan yeni qaz qarışığı. Diqqətlə qulaq asın bir dəqiqə. Alınan yeni qaz qarışığı içərisində artıq miqdar əhəng suyu olan qabdan buraxılır.
Hə uşaqlar, bizə dəqiqə hələ prosesin sonu başa çatmayıb. Bir dəqiqə. Bizdə sonda bu qazlar var. Amma bir şey var. Mən əhəng suyu gəlsəm, diqqətən qulaq asın. Əhəng suyu gəlsəm, kalsium OH2-də, yəni kalsium OH2 bu CO2-yu özünə sərf edəcək. Göründünüzmü deyirəm? Bəli, çünki CO2 kalsium OH2-ilə reaksiya girəcək. Onda uşaqlar, prosesin sonunda bizə qalan nədir? Oksigendir, bir də azotdur. Baba, prosesin sonunda bunlar qalıb. Yəni n-lə 0.5n eləyir 1.5n. Düzdürmü? 1.5 çıx. Bunu cəmləyirəm də 0.5 ilə də 1-i cəmləyəndə 1.5. Orada nə yazmışdı? Prosesin sonunda qaz qarışığı n üstəgəl 2.5 yazılıb. N üstəgəl 2.5. Buradan da bu neçə eləyir? Bunu bu üzə keçirəndə 0.5n bərabərdir. Bunu da bu üzə keçirəndə 4. N də eləyir 8. Əla. 8-i aldım. 8 aldım. Səbirli olun. İndi nə deyir? N-i tapın. 28-də yazıb N-i tap. N-i 8 tapışam. Və ilkin qaz qarışığında CO-nun mol payını. Baxın. İlkin qaz qarışığı hansı idi? Mən bunu 8 tapdım, düzdürmü? Bax, ilkin qaz qarışığına bir dənə oraya baxın. Nə yazılıb ilkin qaz qarışığına? N mol. Mən də N mol nə tapmışam? 8. N-i 8 tapmışam. 8-im 100-dürsə, CO nə qədər idi? Baba, əvvəl. Bax, burada durub CO. Birim də nədir? X-dir. X də bərabərdir. 100-ü 8-ə böləcəkdir. Düzdürmü? O da eləyəcək 12.5. Cavabı tapdım. N-i 8 tapmışam. Bunu da 12.5. Bu cavab hazırdır. Sonra yazıb cavab vərəqində CO2 və N2-nin mol miqdarının zamandan asılıq qrafikini qurun. Problemdir. Baxın. CO2 və azotu istəyir də, düzdürmü? Uşaqlar, mən bunu N-i 8 tapmışam. İndi bir dənə azota nəzər yetirin. Azot burada gözünüzün qabağındadır, bax. N-i 8 qoyanda buradan alınır. 0.5-i 8-ə vuranda 4 eləyir. 4-dən biri çıxanda 3 eləyir. Elə? Azot 3-dür. Son qarışığa bax, nə olub azota? 3 olaraq da qalıb da. Yəni, bir dənə fikir verin. Heç bir dəyişikliyə uğramayan azotdur. Nəyə görə? Çünki azot nə artmayıb, nə azalmayıb. Elə 3 mol idi, 3 molda qaldı. Çünki N-i 8 tapışam da yerinə qoydum. Onda azotun molunun zamandan asılı qrafikinə gəlsək, onda bu dəyişməyəcək. 3-dən stabil qalır. Bəs CO2-nin aqibəti nə olur? Biz CO2-yə baxmalıyıq. İndi diqqətdən bir fikir verin. Baxın, mən N-i 8 tapmışam elə. Bir dənə burada yerinə qoyun, bir dənə. Hamı bir dənə fikir versin. Nə qədər eləyir? 8-i 0.5-ə vuranda əvvəl CO2 nə qədər idi? 4-dür, düzdürmü? Bəs baba, burada nə qədər olub CO2? 0.5-in üstə gəl 1. 8-i 0.5-ə vurub üstə 1 gəndə də o da eləyir nə? 5 eləyir. Deməli, burada nə baş verdi? Nə baş verdi? CO2-nin axırı nə oldu aqibəti? CO2 4 idi. 4-dən 5-ə qalxdı. Bura 4 olsun. 4. CO2 başda 4 idi. Sonra qalxdı nəyə? 5-ə qalxdı. Aha. Hələ ki qrafiki budur. İndi sonra bir şey var da. Bizə deyir ki, mən indi hələ bu qrafik bitməyib ha. Bir dənə səbirli olun. Çünki deyir ki, T2 anında əhəng suyu olan qabda alınan çöküntünün kütləsini, bu qabdan çıxan qaz qarışığının ümumi kütləsini qramla hesablayın. Baxın, prosesin sonunda, gəlin bunların əvvəlcə mollarını yazaq, onda biz rahat başa düşərik də, yəni kənara. Bax, prosesdən əvvəl bizdə nə var idi? CO var idi, əvvəl, bax yazıram əvvəl. CO var idi, N2 var idi, bir də CO2 var idi, elə. Və mən bunları neçə tapmışam? CO-nu 1 tapmışam. Buraya baxın, görsənir. Bax, bu əvvəl sözünəcə baxın, mən oradan oxuyuram. Aha, bəs N2, N-i 8 almışam. 8-i 0.5 N-ə. Bax, buraya yəni vururam. 1 çıxıram, neçə eləyir? 3 eləyir. Elə, 3. Bəs CO2 nə qədərdir? 8-i 0.5-ə vuranda, yəni buraya, o da eləyir 4. Bəs sonraki qaz qarışığı nətər olur? Sonraki qaz qarışığı. CO əlbəttə ki, artıq yoxdur. CO yanır, yəni o yoxdur da. Prosesin sonunda bizdə oksigen var. Prosesin sonunda, mən artıq buraya baxıram. Oksigen var. N-i 8 almışam. 8-dən 0.5-i çıxanda bu 7.5-dir. N2 nə qədərdir? N2 dedim. 8-i 0.5-ə vurub 1 çıxanda bu eləyir 4. Bir də CO2 nə qədərdir? 0.5-in üstə gəl 1. O da eləyir 5. Bu da CO2-dir. Bax belə. Onda deməli, görürsünüz, prosesin sonunda CO2 4-dən 5-ə qalxıb. Görürsünüz, ona görə qrafiki belə qurmuşam. Amma bir şey var ki, o sonra bizə orada deyir ki,
Taki anında əhəng suyu olan qabda alınan çöküntünün kütləsini. Ay uşaqlar, mən bunu belə deyək də, bu məsələnin lap başında dedim ki, prosesin sonunda bizim ovzumuzda qalan qazlar orada verilib O2, N2, CO2 elə. Əvvəl CO, N2, CO2-dir, sonra oksigen, azot, CO2-dir. Onlardan ancaq əhəng suyuna reaksiya girəni əhəng suyuna CO2-dir. Deməli, CO2 reaksiya girəcək. Nə verəcək? Kalsium karbonat, üstə gələk su. Əmsala da ehtiyac yoxdur. İndi prosesin sonunda bizdə CO2 nə qədərdir? Buyurun burada 5. Deməli, görə indi 5 mol CO2 reaksiya girəndə neçə qram çöküntü alınır? Kalsium karbonatda 100-dür da bilirsiniz. Buradan da bu eləyir 500 qram. Bunun cavabını da aldın mı? Əla, bu da qalsın. İndi uşaqlar, görün düzmü deyirəm? Əvvəl qarışıqda, bax bu tane işarə eləyirəm. Əvvəl qarışıqda CO2 4 idi. Sonraki qarışıqda bu 5 oldu. Mən ona görə qrafiki artım elədim. Gördünüz 4-dən 5-ə. Amma sonra 0-a endirəcəm. Nəyə görə? Çünki əvvəl lap başda CO2 tapdım ki, əvvəl qarışıqda 4-dür. Sonra bu 5-ə qalxdı. Niyə qalxdı? Çünki orada CO yanıb CO2-yə çevriləndə CO2-nin miqdarı artdı. Aha, CO2 də baxdım ki 4-dən 5-ə qalxdı, amma sonra CO2 yoxa çıxdı. Niyə? Çünki əhəng suyuna sərf olundu. Əhəng suyuna sərf olunaraq kalsium karbonat çöküntüsünə. Ona görə avtomatik 0-a saldım. Bu da belə getdimi? Əla. Sonra nə var? Bu qabdan çıxan qaz qarışığının ümumi kütləsi. Ay uşaqlar, reaksiyanın sonunda bizim əlimizdə hansı qaz qaldı? Əlbəttə ki, nə qaldı burada? Azot qaldı, azot qaldı. Bir də nə qaldı? Azotdan hansı qaz qalır? CO2 də sərf olunur, gedir o heç. Oksigen qalır. Görün düzmü deyirəm? Bəli, nə qalacaq ki? Bax, buraya baxın, bax, sonraki qaz qarışığını burada işarələmişəm. Sonraki qarışığı 7,5 mol O2-dir, 4 mol N2-dir, 5 mol CO2-dir. Amma 5 mol CO2 üzrə tapanmazsınız. Niyə? Çünki bax, o buraya sərf olundu. Və nə qaldı bizdə? N2 qaldı 4 mol. 4 mol N2 qalıb, 7,5 mol da oksigenimiz qalıb. Aydın oldu mu? Bunun kütləsini istəyir. 4'ü vuracaqsan 28'ə burada. Burada da 7,5'i vuracaqsan 32'yə. Bunu da hesablasaq nətər hesablayaq? 4'ü 28'ə vuranda 4 mol oldu da azot, düzdürmü? Aha. Azota niyə 4 yazmışam? Bir dəqiqə. Azot heç sərf olunmayanda axı. Bir dəqiqə, mən azota niyə 4 yazmışam? Üzr istəyirəm. Özü də burada göstərdim. Azot dedim stabil qalır. Üzr istəyirəm. Azot 3'dür. Azot 3'dür uşaqlar. Bir dəqiqə. Bizim azotumuz heç bir şeyə sərf olunmadı axı. Prosesin sonunda azot nə əvvəl nə qədər idisə, sonda da o qədərdir. Oksigen amma 7,5 qalıb da. Aha. Çünki oksigen sərf olundu axı. Oksigen sərf olundu. Burada baba görürsünüzmü? Burada oksigen sərf eləmişəm. Ona görə. Aha, burada da n çıx 0,5 idi. 8-dən 0,5'e çıxanda 7,5 oldu. Əla. Bu da oksigen. Çox üzr istəyirəm. Mən azota niyə elə yazmışam? Özdə dedim azot dəyişmir. Azot nə yanmadı orada, nə əhəng suyuna sərf olunmadı. 3 mol idi, elə 3 moldu. Burada da yazmışam da. Prosesin əvvəlində də sonunda da 0,5 n çıx 1 yazmışam. N'in də yerinə 8 qoysam, 0,5'i 8'ə vurub 1 çıxsam, elə 3 eləyir. 3 başda idi, 3 də sonda. Nəsə, yəqin mexanika səhv gedib. Niyə 4 yazmışam, bilmirəm. Bizə dəqiq. Aha, bunun kütləsini mi tapaq? Əla, tapaq. 3 vur 28, 7,5 vur 32. Əla. 3 28'ə vuranda 3 və 8, 24. Bu eləyir 84. Üstə gəl. Əvvəl 32, 7'yə vursam. 7 də 2, 14. 1 yadda. 7 3, 21, 22. 0,5'də 32'yə vursam 16. Eləmi? Bu neçə eləyir indi? Bu eləyir 240. 240'ın da üstünə 240'ın da üstə 84 gələcəm. 324, 324. Bu da bizim sonda ovcumuzda qalan qazın kütləsi. Niyə azotdan oksigen qaldı? Oksigen sərf olunsa da artıq qalmışdı ona görə. Azot isə başda nə qədər idi, sonda da o qədərdir. Amma CO2 var idi, əmələ gəlmişdi. Amma sonda yoxa çıxdı, sıfıra düşdü. Nəyə görə? Çünki əhəng suyuna sərf olundu. Belə deyək də çöküntü verdi. Uşaqlar, bugünkü situasiyamızın da izahı bu qədər. Növbətisində görüşənədək sağ olun.